Tam değerli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizin riyaziyyat sevərlər üçün növbəti dərsimizdə görüşürük və mən sizə müxtəlif məsələlər və tənliklər həll edəcəm. Məsələ 1. 125 ədədini elə 4 hissəyə bölün ki, birincinin ikinciyə nisbəti 2-nin 3-ə kimi, ikincinin üçüncüyə nisbəti 4-ün 5-ə kimi, üçüncünün dördüncüyə nisbəti 6-nın 11-ə nisbəti kimi olsun. Birinci hissəni tapın. Tutaq ki, 125 ədədini X, Y, Z, T kimi 4 hissəyə bölmüşük. O deməkdir ki, X plus Y plus Z plus T bərabərdir 125-ə. Məsələnin şərtinə görə bizdən X-i tapmaq tələb olunur, birinci hissəni və yenə məsələnin şərtinə görə X-in Y-ə nisbəti bərabərdir 2-nin 3-ə nisbətində, Y-in Z-ə nisbəti bərabərdir 4-ün 5-ə nisbətində, Z-in T-yə nisbəti bərabərdir 6-nın 11-ə nisbətində. Və buradan alıram Y bərabərdir, birincidən tapıram 2-də 3x-ə. İkincidən Z bərabərdir 4-də 5 Y-ə və T bərabərdir 6-da 11 Z-ə. İndi bizdən X tələb olunduğundan hamısını X ilə ifadə edəcəm. Birinci hazırdır elə. Onda Z bərabər olacaq. Z bərabərdir 4-də 5. Y-in yerinə qoyuruq 2-də 3x-i. Bu da bərabərdir 8-də 15x-ə. Və buradan T bərabərdir. T bərabərdir 6-da 11, Z-in yerinə 8-də 15, X, 6 ilə 15 yığsar oldu 3-ə, 2, 5. Deməli, 16-da 55X. Və bunları gətirib şərtdə yazanda olacaq X, üstə gəl 2-də 3X, üstə gəl 8-də 15X, üstə gəl 16-da 55x bərabərdir 125-ə və alırıq, ortaq məxrəcə gətirsək, alırıq 16-da 16x plus 24x üstə gəl 30x üstə gəl 55x bərabərdir 125-ə. Aldıq ki, 16-da 125x bərabərdir 125-ə, 125 yığsarı oldu, x bərabərdir 16. Beləliklə, məsələnin cavabı x bərabərdir 16 olur. Məsələ 2, əkov 4, 5, 3-də 2 tapın. Həlli. Məlumdur ki, əkov A bölək B, C bölək D, F bölək Y ədədlərinə əkov bərabərdir. Əkov A, C, F bölək əbob B, D, Y. Onda bizdə əkov 4, 5, 3-də 2-ni tapmaq üçün mən burada verilən ədədlərin hamısını kəsr şəklində göstərəcəm. Olacaq əkov, məxrəc burada 3-dür deyə, bunu yazıram 4-ün yerinə 3-də 12, 5-in yerinə 3-də 15, 3-də 2 qaldı olduğu kimi və düsturu tətbiq edirik. Olacaq surətdə əkov 12, 15, 2. Məxrəcdə olacaq əbob, 3-ü də eyni ədəddir, 3, 3, 3. Aydındır ki, eyni ədədlərin əbobu elə özünə bərabərdir. Məxrəc 3 alınır. 12, 15, 2. 12-ni sadə vurğulara 6, ayırırıq 2-yə 3, 3-ə 1. Və 15-i sadə vurğularına ayıranda 3-ə 5, 5, 5-ə 1. Deməli, onda ən çox 2-nin kvadratı 3, 5. Alınır, 2-ni bu elədi 12, vuraq 5. 12 vuraq
5. Bu da bərabərdir. İxtisar oldu. 4 vuraq 5 bərabər oldu 20-yə. Beləliklə, tələb olunan məsələdə əkop 4, 5, 3-də 2 bərabərdir 20 alınır. Cavab 20. Məsələ 3. X-in üstü x, onun da üstü x bərabərdir. 2-nin üstü 8, 8-in üstü 3. Tənliyini həll edin. Həlli. Göründüyü kimi tənliyin sol tərəfində x-in qüvvətləri verir. X-in üstü x, onun da üstü x. Sağ tərəfdə 2-nin üstü 8, üstü 3. Bir tənliyi yazırıq əvvəlcə. X-in üstü x bərabərdir. 2-nin üstü 8-in kubu. Buradan alırıq ki, sol tərəfdə 3'ü də eyni olduğundan bunu olduğu kimi saxlayırıq. Və 8'in kubunu mən yazıram burada 8'in kubunu yerinə 3 dənə 8'in hasili. Və buradan da alırıq ki, x'in üstü x, onun üstü x bərabərdir. 8'in birini burada xırdalayıram. 4, 2 vuraq 4 yazıram. Olacaq 2'nin üstü 2 vuraq 4 vuraq 8 vuraq 8. Və buradan yeni alırıq. X'in üstü x, onun üstü x bərabərdir. 2'nin kvadratı 4 verir. Yazdıq 4. Və burada qaldı 4 vuraq 8 vuraq 8. Bərabərdir. Buradan alıram. X'in üstü x, onun üstü x bərabərdir. 4'ün üstü 4 vuraq 8'ləri yazıram. 2 vuraq 4, 2 vuraq 4. Və buradan alıram. X'in üstündə x, onun da üstü x bərabərdir. Bu 2 dənə 2'lər 4 verir bizə. 4'ün üstündə olacaq birinci 4. Bu 4. 2'ni 2'ye vurduq 4. Və növbəti 2 dənə 4'ləri oldu. 4 vuraq 4. Buradan da alırıq ki, x'in üstü x, onun da üstü x bərabərdir. 4 dənə 4. Və onu yerinə yazıram. Buradakı əsas 4 qalır. 4'ün üstü 4. 4 dənə 4'ün yerinə. Simmetrikliyə görə burada baxsanız görərsiniz ki, x'in üstü x bərabərdir. 4'ün üstü 4, onun üstü 4, x bərabərdir 4 alınır. Deməli, bu tənliyin kökü 4'ə bərabərdir. Məsələ 4. 2x plus m bölək 3mx plus 6 kəsiri sabit kəsir olması üçün m hansı qiymətləri ala bilər? Həlli. Məlumdur ki, ax plus b bölünsün cx plus d kəsirinin sabit qiymət alması üçün a bölək c bərabərdir b bölək d şərti ödənməlidir. Deməli, onda bizdə 2x plus m 3mx plus 6 kəsirinin sabit kəsir olması üçün buradan alınır ki 2 bölünsün 3m bərabərdir m bölək 6 şərt ödənməlidir. Buradan alıram 3m kvadrat bərabərdir 12. Buradan tapırıq m kvadrat bərabərdir 4'ə ixtisar elədik. Və buradan da tapırıq ki m1, 2 bərabərdir plus minus 2. Deməli, m1 bərabərdir mənfi 2, m2 bərabərdir 2. İndi bunun sabit kəsir olduğunu yoxlayaq. Əvvəlcə m1 yazıram. 2x minus 2 mənfi 6 x plus 6. 2 surətdən çıxdı. X minus 1. Məxrəcdən mənfi 6 çıxdı. X minus 1. Və x minus 1'lər ixtisar oldu.
bərabər oldu, mənfi 3/1. Gördüyünüz kimi sabit ədəd oldu. M bərabərdir 2 olanda, M bərabərdir 2, onda olacaq 2x plus 2 bölək 6x plus 6. Və buradan alırıq 2'ni çıxardırıq orta fırıq kimi x plus 1. 6 bura x plus 1. X plus 1'lər ixtisar oldu. 6'da 2. Bu da müsbət 3/1. Beləliklə verilən məsələdə cavab M1 bərabərdir mənfi 2 olduqda, M2 müsbət 2 olduqda verilən kəsir sabit kəsir olur. Məsələ 5. Tənliyi həll edin. Mötərizə 2 plus x vurulsun mötərizə 5 plus 3 bölü 2 plus x bərabərdir 0'a. 2 dənə funksiyanın hasili bərabərdir 0 şəkilli tənlikdir. Deməli, buradan ilk baxışda hər iki vuruq 0 ola bilər. 2 plus x bərabərdir 0'a. Bir də 5 plus 3 bölək 2 plus x bərabərdir 0 ola bilər. Diqqətlə baxanda görürük ki, ikinci şərtdə məxrəcdə 2 plus x birinci 0 ifadə var. Məxrəcdə də bu 0 ola bilməz. Deməli, buradan çıxır ki, 2 plus x fərqlidir 0 olmalıdır. Çünki məxrəc 0 olsa bunun mənası olmur. Deməli, 2 plus x-in 0'a bərabər olması ödənmədi və fərqlidir. Onda ikinci tənliyimizdən alırıq. 5 plus 3 bölü 2 plus x bərabərdir 0'dan. Buradan çıxır ki, x fərqlidir mənfi 2. Buradan aldıq. Olacaq 5 bərabərdir mənfi 3 bölü 2 plus x-ə. Və buradan tapıram 5 vuraq 2 plus x bərabərdir mənfi 3'ə. Aldım 10 üstəgəl 5x bərabərdir mənfi 3'ə. 5x bərabərdir, tapırıq 5x bərabərdir mənfi 13'ə. Və buradan da tapırıq x bərabərdir mənfi 13 bölək 5 mənfi 2/6. Beləliklə tələb olunan tənliyin kökü x bərabərdir mənfi 2/6. Məsələ 6. Mötərizədə A1 çıxaq 6 vuraq x bərabərdir A çıxaq 4 tənliyinin sonsuz sayda həlli olarsa A və B parametrlərin cəmini tapın, həlli. Tənliyə diqqətlə fikir verək. AB çıxaq 6 vuraq x bərabərdir A çıxaq 4. AB çıxaq 6 bu ədəddir. AB parametr bu ədəd x bərabərdir A çıxaq 4. Bu bizə xatırladır AX bərabərdir B xətti tənliyini. Və bizə bilirik ki, AX bərabərdir B xətti tənliyinin sonsuz sayda həllinin olması üçün sonsuz sayda həllinin olması üçün A bərabərdir 0, B bərabərdir 0 şərtlər ödənməlidir. Onda bizim tənlikdən alırıq ki, buradan çıxır ki, AB çıxaq 6 bərabərdir 0 olmalıdır. A çıxaq 4 bərabərdir 0 olmalıdır. Yəni, sonsuz sayda həlli olması üçün bu şərt ödənməlidir. İkincidən aydındır, A bərabərdir 4'dür. A'nın 4 qiymətini birincidə yerinə yazırıq. 4, B çıxaq 6 bərabərdir 0'a. Və buradan alırıq. A bərabərdir 4, B də bərabərdir. B də bərabərdir 6 bölək 4. Bu da bərabərdir 2'də 3, 1/5 deyə bilərik. Yəni, A 4'ə bərabərdir. B də 1/5'ə bərabərdir. Sonsuz sayda həll olması üçün A və B parametrlərin cəmini tapın. Deməli, onda bizim məsələdə A plus B bərabərdir 4, üstəgəl 1/5. Bu da bərabərdir 5/5.
Beləliklə tələb olunan məsələdə cavab 5,5-ə bərabərdir. Məsələ 7. Y-nin üstü x plus pi bərabərdir p-nin üstü x plus y olarsa x-i tapın. Həlli. Deməli verilir y-nin üstündə x plus pi bərabərdir p-nin üstündə x plus y. Və bilirsiniz ki, riyaziyyatdan pi də y də sabitdir, riyazi analizdən məlumdur və buradan x-i tapmaq tələb olur. Yəni, bu tənlikdən x-i tapın. Məsələni həll etmək üçün hər iki tərəfi y əsasdan loqaritmləyirəm. Ln y üstü x plus pi bərabərdir ln pi-nin üstündə x plus y. Və buradan qüvvət gəldi qarşıya, burada x plus pi olur, x plus pi vuraq, ln y sol tərəf verdi və sağ tərəfdə də x plus y qarşıya gəlir, loqaritmanın xassəsinə görə x plus y olacaq, vuraq ln pi. Və bilirsiniz ki, loqaritma a əsasdan a vahidə bərabərdir. Burada da ln y vahid verdiyindən alırıq, buradan çıxır ki, x plus pi bərabərdir x ln pi üstə gəl y vuraq ln pi. Məhsulları bir tərəfə keçiririk. Alıram buradan x çıxaq x ln pi keçirdim sol tərəfə və bərabərdir y ln pi çıxaq pi. Buradan x-i çıxardıram ortaq vuruq kimi. 1 çıxaq ln pi bərabərdir y ln pi çıxaq pi. Və xətti tənlik kimi tapırıq ki, buradan alınır. X bərabərdir y ln vuraq ln pi çıxaq pi bölünsün 1 çıxaq ln pi. Beləliklə bu tənlikdə x tənliyin kökü x bərabərdir y ln pi çıxaq pi bölək 1 çıxaq ln pi olur. Məsələ 8. Tənliyi həll edin. Kub kök altı x-in üstü -4 bərabərdir 8. Həlli. Deməli, 3-cü dərəcədə kök altında x-in üstü -4 bərabərdir 8-ə. Burada belə bir düsturdan istifadə edək. M-ci dərəcədən kök altda a üstü n-in üstü m verir a üstü n. Onda buradan alıram ki, hər iki tərəfi kuba yüksəltsəm, 3-cü dərəcədən x-in üstü -4-ün kubu bərabərdir 8-in kubuna. Buradan alırıq, sol tərəf bizə verdi düstura görə x-in üstü -4 bərabərdir 8-in kubunu yazıram, 2-nin kubu üstü 3. Buradan tapıram x-in üstü -4 bərabərdir 2-nin kubuna. 2-nin üstü 9-a. Və buradan a üstü -n bərabərdir 1 bölək a üstü n olduğundan buradan çıxır ki 1 bölək x-in üstü 4 bərabərdir 2 üstü 9-a və tapıram x-in üstü 4 bərabərdir 1 bölək 2-nin üstü 9-a. X-in üstü 4'ü yazırıq. X'in kvadratının kvadratı bərabərdir 1 bölək 2'nin üstü 9'a və buradan alıram x kvadrat bərabərdir plus minus kök alırıq hər iki tərəfdən 1 bölək kök altda 2'nin üstü 9. X kvadrat da böyükdür 0 olduğundan buradan çıxır ki x kvadrat yalnız müsbət 1 bölək kök altda 2 üstü 9 olar. Və buradan da tapıram x1, 2 bərabərdir. Hər iki tərəfdən kök alanda yenidən 1 4-cü dərəcədən 2 üstü 9 plus minus plus
minus və bərabərdir plus minus 1 bölək 4-cü dərəcədən 2'nin üstü 8 vuraq 2, 2'nin üstü 8'dən 4-cü dərəcədən 2'nin kvadratı çıxır kökən, 2'nin kvadratı kökün dərəcəsi 4 olacaq, 2'nin kvadratı 4-cü dərəcədən kök altda 2. Bu da bərabərdir plus minus 1 bölək 4 vuraq 4-cü dərəcədən kök altda 2. Beləliklə bu misalın cavabı kökü plus minus 1 bölək 4 vuraq 4-cü dərəcədən kök altda 2'ye bərabər. Məsələ 9. Tənliyi həll edin. 2'nin üstü 4 üstü x bərabərdir 16'nın üstü 2 üstü x. Tənliyi yazırıq 2'nin üstündə 4 üstü x bərabərdir 16'nın üstündə 2 üstü x. Və burada sol tərəfdə 4'ün yerinə 2'nin kvadratı yazıram. Olacaq 2'nin üstü 2 x, orada da x var deyə 2 vuruldu x'e 2x. Sağ tərəfdə isə 16'nın yerinə 2 üstü 4 yazıram. Olacaq 2 üstü 4 vuraq 2 üstü x. Buradan alıram. Sol tərəfdə 2'nin üstündə 2 üstü 2x bərabərdir. Qüvvətdə 4'ün yerinə 2'nin kvadratını yazıram. Olacaq 2'nin üstü 2'nin kvadratı vuraq 2 üstü x. Və a üstü m vuraq a üstü m bərabərdir a üstü m plus n olduğundan sağ tərəfdə sol tərəf olduğu kimi yazıram. Bunu qüvvətin yerinə bura olacaq 2'nin üstündə 2 plus x. Bu 2 qaldı. Üstlər toplandı bu düstura görə. Və buradan alıram ki, gördüyünüz kimi əsasa belə baxsaq, bax burada 2 üstü 2x bərabər olur 2 plus x'e. Buradan çıxır ki 2x bərabərdir 2 plus x'e. Və buradan da aldım ki 2x çıxaq x bərabərdir 2'yə və nəticədə cavab x bərabərdir 2. Beləliklə bu tənliyin kökü cavab x bərabərdir 2 olur. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə.